Salam dostlar, bugün sizə şaftalıda, nektarində, badamda rast gəldiyimiz yarpaqlardakı qıvrılmadan danışacağım biraz. Necə olur bu formada. Bu bir göbələk növüdür, patogen. Bu yaz aylarında əsasən də yağışlardan sonra meyvə bağlarına ciddi zərər verir. Yoluxmuş yarpaqları ayırdım ki sizə daha aydın göstərim. Gördüyünüz kimi qırmızı rəngli elə bil ki varina dağılıb üzərinə. Xəstəlik irəliləyən mərhələlərdə ağ rəngli tor olur, misil kütləsi olur. Buna deyirlər askosporlar. Bildiyiniz kimi göbələk xəstəlikləri sporlar vasitəsilə çoxaldığı üçün. Sonra isə yarpaq korичневый rəngi alır, quruyur, vaxtından əvvəl tökülür. Zoğlarda güclü infeksiya zamanı gənc zoğlarda deformasiyaya uğrayır, şişkinləşir, inkişafdan qalır və bəzən də geriyə ölüm dediyimiz qurumaya doğru gedir. Meyvələrdə isə şəklini yerləşdirəcəm. Nadir hallarda olur. Bu zaman meyvə üzərində qabarıq, qırmızımtıl və ya sarı ləkələr olur. Meyvənin səthi nahamar olur. Erkən tökülmə müşahidə edilir. Mübarizə tədbirləri əsasən belə deyək, yarpaqlar təzə açılanda, sıçan qulağı boyda olanda, kapitandır, tirandır, ditokarbomatdır, mankazeb kimi dərmanlardan profilaktika kimi istifadə edə bilərsiniz. Amma bu halda yoluxandan sonra heç bir dərmanın effektivliyi yoxdur. Ancaq gözləməlisiniz ki, payız dövrünü ki, bordo məhlulu ilə dərmanı vurasınız payızda. Sezonun ortasında isə maksimum bu yarpaqları bağdan uzaqlaşdıra bilərsiniz. Çox sağ olun. Bu göbələyin sporları necə görünür mikroskop altında, onu da irəliləyən dəqiqələrdə göstərəcəm sizə preparat hazırlayıb.